Lemfilm. Amfibiya adam. Aleksandr Belyayevin eyni adlı romanının motivləri əsasında. Senari müəllifləri Akiba Golburt, Aleksandr Ksenofontov, Aleksey Kapler. Quruluş Gennadiy Kazanski, Vladimir Çevatryov. Baş operator Eduard Razovski. Rəssamlar Vsevolod Ulitko, Tamara Vasilkovskaya. Bəstəkar Andrey Petrov. Filmin direktoru İvan Provotorov. Rollarda İxtiyandar Vladimir Kornev, Gutierre Anastasiya Verkinskaya, Zurita Mikhail Kazakov, Salvator Nikolay Simenov, Baltazar Anatoliy Simiranin, Olsen Vladlen Davidov. Filmdə nəql ediləcək hadisə sahildə müəmmalı və qəribə bir varlıq ortaya çıxdıqdan sonra baş verib. O, insan görkəminə girmiş pullu balığa oxşayırdı. Qurbağa gözləri kimi iri gözləri vardı. Balıqçılar ona dəniz iblisi deyirdilər. Bir dəfə buxtanın sahillərində onun izinə rast gəldilər. Yerli sakinlərin sözlərinə görə, dəniz iblisi həmin gecə Delfinin belində gəzib ucadan şeypur çalırmış. Qəzetlər yazırdılar ki, Lucia adlı balıqçı gəmisinin batması onun işidir. Bundan başqa yoxa çıxan 2 gənc rahibəni də okeana o aparıb. Üstəlik mirvari dalınca suya baş vuran bir balıqçını da o udub. Dom Pedro, Dom Pedro, Dom Pedro. Dəniz iblisinin təzə hoqqaları. Uşaqlar üçün nağıldı. İnanın Dom Pedro, o da olmasa tüstü çıxmaz. Boş şeydir. İblis! Deniz iblisi! Ne olub sizə müftəxorlar? İşi niyə atıb qaçırsınız? Sizi görüm lənətə gələsiz. Hamı geri dönsün. Ayağını çək! Qalk! Tez ol! İblis! 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 Sən kimi görmüsən? İblisi ağa! Görmüsən, hə? Görmüşəm, and Onda içirəm. get ondan tanış ol. Aa! Qoy biraz sərinləsin, yoxsa gözünə mənasız şeylər görünür. Hə? Mənə baxın, Baltazar. Sizə nə qədər borcum var? Zarafat edirsiniz Dom Pedro. Mənim sizə bir aləm borcum var. Bəs onda qızınız niyə özünü şahzadə kimi aparır? Mən Gutierre'yə sizdən yaxşı adaqla arzulamazdım. Elə buna görə də onu dilə tutmuşam, sizin şxunaya qonaq gəlsin ki, qıza qulluq eləmək imkanınız olsun. Qulluq eləmək. Axır vaxtlar işim elə bundan ibarətdir.
Siz məni görmək istəmirsiniz, Gutiyeri? Niyə ki? Yazıq Kristonu suya necə tulladığınızı əla gördüm. Qulaq assın, Gutiyeri. Hə, mən başqalarına qarşı çox vaxt kobudluq eləyirəm. Amma sizə, mən sizi sevirəm. Nəyim varsa sizə verəcəm. Adımı, var dövlətimi. Siz neysə təmənnasız verən adamlardan deyilsiz. Görürəm, münasibətimin əvəzini gözəl ödeyirsiniz. Hələ əvəz də ödəməliyəm. Gutiyeri. Özünüzü naza qoymayın. Deməli belə. Yaban xasiyyəti var. Ata, əşyalarımı sahilə göndər. Sen hiç utanmırsan. Elə bu dəqiqə qayıt. Onu qaytarmaq lazımdır. Köpək balığı! Gutiyeri. Gutiyeri. Kömək eləyin. Kömək eləyin. Məyər görmürsünüz? Kömək eləyin, xahiş eləyirəm. Axı orada dəniz iblisi var. Ah, heyvanlar. Ah, bak bura uzadım. Bak belə, kızım. Ver. Bu möcüzədir. Köpək balığını öz gözlərimlə gördüm. Biz hamımız gördük. Ben de gördüm. Mən onun qarnını parça-parça elədim. Yaxşı. Hər şeyi başa düşürəm, ata. Amma mən onu sevmirəm. Axı mən nə eləyə bilərəm? Kızım.
Bəs indi vəziyyətimiz necə olacaq? Yaxşı bilirsən ki, nə qədər borcumuz var. Sən gərək mənimlə qocalığımı fikirləşəsən. Bəli, buyurun. Əziz qonağın keyfi necədir? Sağ olun Don Pedro. O sizə vacib bir söz demək istəyir. Çox vacib. Doğrudan? Özün de ata. Narahat olmayın. Nişanlandığınızı elan edə bilərsiniz. O razıdır. Gutierrez'in sağlığına, sizin sağlığınıza, ailemizin sağlığına. Eybi yox, qızınız peşman olmayacaq. Mən indi də kasıb deyiləm. Tezliklə inanılmaz dərəcədə dövlətli olacağım. Bilirsiniz ağlıma nə gəlib? Bu avaraların hamısını qovacağım. Bircə nəfər mirvari ofçusu ilə işləyəcəm. Tapın görüm kimdir? Dəniz iblisi ilə. Tanrı qorusun Don Pedro. Bir saat bundan əvvəl onun varlığına inanmırdınız. Elə indi də heç bir iblisə inanmıram. Bu sadəcə suyun altında yaşayan çox bacarıqlı bir məxluqdur. Onu indi sizi gördüyüm kimi yaxından gördüm. Harda? Harda? Harda olmağının dəxli yoxdur. Onu gördüm. Ay qız, özünü necə hiss edirsən? Sənə görə elə qorxdum ki. İblis! İblis! Deniz iblisi oradadır. İblis! Ne olur? Ne baş verir? Ne oldu bakı? İblis oradadır. Harda? Orada aşağıda lövberin üstünde oturur. İblis aradı. Özüm gördüm. Ne danışırsan? Hani iblis? Gözümle gördüm ata. Git buradan kızım. Toru atın, cəld. Ağa, biz deniz iblisini tutmayacağıq. Cəld olun, Tor. Hə? Tez olun. Başka işimiz yoktu be ya. Tez. Hə? Belki gözüne görünüp kızım. Ne danışırsan ata? Axı o menden danışırdı. Tez olun, avaralar. Döndərin. Tez olun. Tez. Mən onu tutacağım. Pula xəsslik eləməyəcəm. Mənim şərikim olmaq istəyirsiniz? Hə, amma mənim axı... Vacib deyil. Sizə borc verərəm. Axı demək olar ki, qaynatamsınız. Bu yaraşıqlını tutarıq, sonra isə hesablaşarıq.
əvvəl kimi 7 qıfıldan keçirsən. Buyurun cənab Olsen. Xahiş edirəm burada gözləyin. Aa, Olsen. Çoxdan da görünmürsünüz. Yanınıza düşmək olur ki, Mən sizdən gizlənmirəm. hamıdan bütün gizli qapıları və kilidləri sındırın. Özünüzü diri-diri bastırmayın. İnsanlardan ehtiyat eləmək üçün əsasım var. 20 il bundan əvvəl cahillərdən ibarət bir dəstə laboratoriyamı darmadağın elədi. Özləri də mənə atəş açdılar. Ümid eləyirəm, siz bir dəstə talancı ilə bütün bəşəriyyəti eyni tutmayacaqsınız. Axı siz insanları müalicə edirsiniz. Mən aliməm. Bu mənim borcumdur. Əziz dost, 2 məsələyə görə yanınıza gəlmişəm. Birincisi, Doktor Salvator, Dəniz İblisi adlı məxluq haqqında qəzetimizə nə deyə bilərsiniz? İblis olmur. Nə dənizdə, nə də quruda. Əgər mənə istinadən yazmaq istəyirsinizsə, qəzetinizdə yalnız bunu çap edə bilərsiniz. Mümkündür ki, o elmə məlum olmayan hansısa bir canlı olsun? Mənim əziz dostum, yəqin ki, siz acmısınız. Gedək, səhər yeməyi yeyək. Onu ən çox buralarda görürlər. Bir də baş vur Baltazar. Löbərat. Yaxşı. Görkəminizdən əsl quldura oxşayırsınız. Dədə babalarım belə bıçaqla onlara dəyib dolaşanların qarnını yırtardılar. Nə oldu? Gördüm. Özünü? Yox, yuvasını. Oradan harasa quruya yol var. Orada kim yaşayır? Tanrı. Zarafatı yığışdırın. Zarafat eləmirəm. Orada Tanrı yaşayır. Ağsaqların ayağını düzəldir, körlərin gözünə nur verir. Bu nə cəfəngiyatdır? Körfəzin altında iblis var, üstündə də Tanrı. Orada Doktor Salvator yaşayır. Məşhur Doktor Salvator. Doktor. Elə isə orada axtarmaq mənasızdır. Yuva ilə isə ciddi məşğul olmaq lazım gələcək. Bu yaxınlarda prokuror mənim filyetonumu oxudu. Sonra qəzetimizi böyük məbləğdə cərimələdi. Kassada isə pul yoxdur. Axı biz kasıb-küsubun qəzetiyik. Siz redaksiyaya 10.000 borc verə bilərsiniz? Yoxsa qəzeti bağlayacaq? Əziz Olsen, şəxsən sizin üçün nə qədər desəz verərəm. Amma qəzet üçün heç nə vermərəm. Təşəkkür edirəm, amma şəxsən özümün heç nəyə ehtiyacım yoxdur. Axı prinsipimi bilirsiniz. Mən siyasətə qarışmıram. Deməli, sizcə elə hər şey olduğu kimi qalsın? Yox, ehtiyac olanlara kömək eləmək lazımdır. Amma onlara nə siyasətçi, nə də qəzetçi kömək edəcək. Onlara
alim kömək eləyəcək. Hə? Hə, Həmin alim siz deyilsiz. mənəm. Məhz mən. Mən kasıbları xoşbəxt, bərəkətli bir ölkəyə aparacağam. Orada onları heç kim sıxışdırmayacaq. Hansı ölkəyə? Səmaya? Aya? Xeyr. Okeana. Okeana. Okeanın dibində nə kasıblar var, nə də varlılar. Orada hamı azad və xoşbəxt yaşayacaq. Deməli bu suda boğulmuşların respublikası olacaq? Rişqənd eləməyin, olsun. Mən sizə çox böyük sirr açıram. Təsəvvürünüzdə suda balıq kimi nəfəs alan, insanların məskən saldığı bir okean canlandırın. Əziz dost, amma bu nağıla bənzəyir. Yox, bu nağıl deyil. Ardımca gəlin. İhtiyarlar! Dəniz iblisi. Lazım deyil. Bu mənim oğlum İhtiyandırdır. Sualtı Respublikanın ilk vətəndaşı. Əynini dəyiş, bura qayıt. Yaxşı ata. Uşaq vaxtı onun ağciyərində sağalmaz bir xəstəlik aşkar elədim. Uşağı xilas eləmək üçün ona bala köpək balığının gəlsəmələrini köçürdüm. Və bu son dərəcə riskli olan əməliyyat baş tutdu. Sualtı Respublika yaratmaq ideyası da bax onda yarandı. Salvator, mən sizin qeyri-adi əllərinizin qarşısında baş əyirəm. Lakin sizin sualtı Respublika ideyanız bir xəyaldır. Kasıblar və varlılar orada da olacaq. Bunu sizin qəzetinizdə artıq oxumuşam. Yaxşı, yaxşı. Tutaq ki, istəyənlərin hamısına qəlsəmə köçürdünüz. Amma insan axı insandır. Onlar torpaq üçün darıxacaqlar. Müzakirə qutardı, əziz olsun. Qorxma, bu mənim dostum Olsen'dir. Deyin görüm siz yer üçün, insanlar üçün darıxmırsınız? Siz bugün həddindən çox şey öyrəndiniz. Və yadınızda saxlayın Olsen. Heç kimə bir kəlmədə. Sən bugün heç də mənim istədiklərimi gətirməmisən.
Bəs bu nə üçündür? Bəsdir. Özünü uşaq kimi aparırsan. Sən insanların diqqətini həddindən artıq cəlb edirsən. Olarsa, sənin haqqında heç nə bilməməlidirlər. Qəzetlər də səninlə bağlı uydurmalar yazır. Ata, mən dünən bir qızı xilas eləmişəm. O boğulurdu. O səni gördü? Deyəsən yox, huşunu itirmişdi. O çox gözəl qız idi. Amma elə kədərli idi ki, mən onun necə gülümsədiyini görmək istərdim. Öz qeydlərini qaydaya sal. Sonra da get yat. Ata, mən dənizdə yatmaq istəyirəm. Sən həmişə suda ola bilməzsən. Axı bu sənin ciyərlərinə təzdən ziyan vura bilər. Нам бы всем на дно, там бы пить вино. Там под океаном мы трезвые или пьяны, не видно все равно. Эй, моряк, ты слишком долго плавал, я тебя успела позабыть. Мне теперь морской по нраву дьявол, его хочу любить. С якоря сниматься, по местам стоять, эй, на румбе, так держать. Дьяволу морскому свезем бочонок рому, ему не устоять. Эй, моряк, ты слишком долго плавал, я тебя успела позабыть. Мне теперь морской по нраву дьявол, его хочу любить. Olsun, İxtiyandır şəhərə gedib. Orada sizdən başqa heç kimi tanımır. Nəyin bahasına olur olsun, onu axtarıb tapın. Oldu. Yaxşı. Уходит рыбак в свой опасный путь, прощай, говорит спине. Может, придется ему отдохнуть
путь, уснув на песчаном дне, бросит рыбак на берег взгляд, смуглый махнет рукой. Если рыбак не пришел назад, он в море нашел покой. Лучше лежать во мгле, в синей прохладной мгле, чем мучиться на суровой, жестокой, проклятой земле. Будет шуметь вода, будут лететь года, и в белых туманах скроются черные города. Заплачет рыбачка Пафничко, рыбак объяснит смог, что плакать не надо, что выбрал лучшую из дорог. Пусть дети сироты его простят, путь у них такой. Если рыбак не пришел назад, он в море нашел покой. Лучше лежать во мгле, в синей прохладной мгле, чем мучиться на суровой, жестокой, проклятой земле. Qəhvə iç. Hə, iç. Xahiş edirəm. Xahiş edirəm. Dayan, hara gedirsən? Qulaq as, Hasin. Buradan belə bir oğlan keçməyib, görməmsən. Boyca məndən hündür, tünd qıvrım saçları, ala gözləri var. Öz ayaqqabıların necədir, cənab olsun? Bax, onu bilmirəm. Baxın, uşaqlar, bu neynir? Ora baxın. Dayan. Bırak, Bırak beni, bırak. Bırak. Kömeğin, kömeğe gelin. Kömeğin. Tut. Kim istəyir götürsün? Balıq boldur. Mənə də verin. Mənə də verin. Mənə də ver. Hə, mənə də verin. Mənə də Mənə verin. də ver. Balıq götürün. Mənə də verin. Burada ne olub? Bu baştan xarab benim balığımın hamısını O payladı. niyə xəsis eləyir? Okeanda nə qədər desəz balıq var. Onun pulunu verin. He. Sizin pulunuz var? Pul. Ha, pul. Mən bilmirəm. Nedir? Siz doğrudan dəlisiz? Al. Deyəsən var. Bu bəs eləyər? Baştan xarab milyoncu.
Sizdə kimi dadlı su şəhərdə heç bir yerdə yoxdur. Yenə? Yox, sağ olun. Mən getməliyəm. İşləriniz yenə pis gedir. Hə, qəzetimizi bağladılar. Bilirsiniz, adın başı qanqaraçılıq. Bir tərəfdən də dostumun oğlu qaçıb. Bütün şəhəri ələk-vələk eləmişəm. Hə? Bilirsiniz nə var, Gutiyeri? Bəlkə maşınınızı mənə verəsə? Şəhəri bir də gəzim. Axı maşını çoxdan satmışıq. Sadəcə bizə gec-gec gəlirsiniz. Əvvəllər sizə elə gəlirdi ki, tez-tez gəlirəm. Bu barədə lazım deyil olsun. Qulaq asın, olsun. Bəli. Sizin qəzetə kömək eləmək istərdim. Mənə mirvari boyunbağı hədiyyə eləyiblər. Onu girov qoyun. Çox sağ olun. Amma atamın seyfindədir. Gəlin sabah Qaraqayalıqdakı bayramda görüşək. Olar? Olar. Orada kimlə pıçıldaşırdınız? Köhnə dostumla. Mənim nişanlım özünü daha ehtiyatlı apara bilərdi. Bəlkə daha yoğun kəndir götürək. Dözər. Narahat olmayın, təki tora düşsün. Özünüz bilin. Buyurun, sizə eşidirəm. Salam. Salam. Nə qəribə şəhərdir. Elə cəmaatı da qəribədir, düzdür? Bağışlayın, sizə nə lazımdır? Siz kimsiz? Sən məni tanımırsan. Amma mən səni bir dəfə görmüşəm. Axı sizə nə lazımdır? Dayan. Mən gəlmişəm deyim ki, səni sevirəm. Deməli, ilk baxışdan məhəbbət? Məyər başqa cür məhəbbət də olur? Daha bir köhnə dost. Əzizim, atanızın yanına gedin. Burax onun əlini. O səninlə getmək istəmir. Məyər özün görmürsən? Rədd ol buradan. Bura onun evidir. Onda mən getməyəcəm. Yox, gedəcəksən. Gəl gedək buradan. Polis! Ata, Git buradan. qaçın. Bu dəlidir ki. Ona baxın, uşaqlar. Tutun onu. Her şey senin ucbatından oldu. Başıma ne gelirse hamısı sana göredir.
Möcüzədir. Sən oradan sağ-salamat qayıtmısan. Bugün mən yenə sahildə olmalıyam. Yenə? Başa düş, mən səni boş yerə insanlardan gizlətməmişəm. Sən onların hamısından xoşbəxtsən. Sənin dənizin var, onun sahibi sənsən. Dağ balıqların arasında yaşamaq istəmirəm. Mən qüssədən öləcəm. Niyə qoymamısan ki, mən insan olum? Belə demə. Sən insansan. Əgər insanamsa, sevməyə haqqım çatır. Yaxşı, get. Amma dənizlə üz. Bu sənin üçün daha təhlükəsizdir. Çox sağ ol, ata. Mən ehtiyatlı olacağım. Unutmayın, mən komanda verəndə çəkərsiz. Özü də ki, yatmayın. Vira, cəld ol, tez. Vira, biraz da. Ha, Vira. Vira, tez ol dedim. Tez. Vira, tez olun. Tez. Tez olun. Ha. Tez olun. Tez. Tez olun, tez. Ateş açın, ateş açın. Yok, yok, atmayın. Puh, lənətə gələsiz sizi. Deyirdim axı, daha yoğun kəndir götürmək lazımdır. Bəs də özüm tək tutacağım. Don Pedro. Nə Don Pedro salmısınız? Gəlin hesablaşaq, mənə nə qədər borclusunuz? Don Pedro, axı mən sizin demək olar ki, qaynatanızam. Demək olar ki, siz toyda da mənə ələ salacaqsınız. Toy şənbə günü olacaq, and içirəm. Ata, mən gedirəm. Dayan qızım. Mən Don Pedro'ya dedim ki, toy şənbə günü olacaq. Ata, ola bilər ki, toy ümumiyyətlə heç vaxt olmasın. Biz söz vermişik, özün bilirsən biz nəyə görə ona borcluyuq. Bunu heç vaxt yaddan çıxartmayacağım, amma... Ağıllı ol. Qızım, gəl boyun bağını sataq, sənə layiqli cehiz alaq. Hə? Boyun bağı? O daha yoxdur, ata.
Sənin dostun hələ gəlməyib? Ne yaxşı ki o vaxt sizi tutmadılar. Əvvəllər mənə yalnız dənizdə yaxşı idi. İndi isə yalnız sənin yanında yaxşı oluram. Elə danışırsınız ki, elə bil biz sizinle çoxdan tanışıyıq. Mənsə sizin heç adınızı da bilmirəm. Mənim adım İxtiyandırdı. Mənim adımsa Gutierrez'dir. Gutierrez. Rəqs eləyək? Yox. Niyə yox? Sen neynedin? Çantamda mirvari vardı, benim boyun bağım. Mirvari? Nə olur? Bilmirəm. Boyunbağı suya düşdü. Ah, indi onu kim çıxaracaq? Bilmirəm. Yad oğlan birinci tullandı. Sanchez'də dalınca çox dərindir. Hə, Sanchez çıxardar. Neçəsi tullandı? Ora baxın. 3 nəfər. Çıxarmaq olmayacaq, çox dərindir. Sanchez, senden evvel tullanan oğlan hanı? Onu öz yanında axtar. Baxın odur. Tapıb çıxardı. Afərin, Aferin. afərin, afərin. Mənə elə gəldi ki, əbədi suyun altındasınız. Çox sağ olun. Sağ olun. Siz dənizçisiz? Kim olduğumu deyə bilmərəm. Buna görə incimə. Yenə möcüzə. Gutierrez! Bu saat! Gedək. Mən getmirəm. Niyə? O səni sevir. Bunu sizə kim dedi? Onun sənə necə baxdığını gördüm. Mən sabah gələrəm, sən tək olanda.
Kimlə söhbət edirdiniz? O çox yaxşı insandır. Hə? Bəs hardan gəlib? Demək olar ki, göydən düşüb. Oo, mənim haqqımda heç vaxt belə deməmisiz. Hə. Oho, Lambardda hamı dəli olacaq. Bir aydan sonra onu sizə qaytararam. Sağ olun, Gutierre. Mənə həmişə elə gəlir ki, sizi hardasa görmüşəm. Ya da bəlkə yuxuda olub. Amma sizi tanıyandan bəri nədənsə dənizdən qorxmağa başladım. Dənizdən qorxmaq lazım deyil. O xeyirxahdır. Yuxarıda tufan olanda dənizin dibində sakitlik hökm sürür. İxtiyandır. İxtiyandır.
Bunlara bax. İlahi necə də gözəldir. Götür, bunlar sənindir. Mənim? Alın. Yoxsa dalaşarıq. Niyə? Götür, bu sənindir. Mən bunu götürə bilmərəm. Götür. Yox. Qulaq asın. İxtiyandır. Siz niyə mirvariləri dənizə tulladınız? Mən sənə həyatımı vermək istəyirdim. Sənsə xırda bir şeyi götürmək istəmədin. Deməli, mənim məhəbbətimə inanmırsan. Deməli, sən özün məni sevmirsən. Qulaq as. Şənbə günü mənim toyum olmalıdır. Amma toy olmayacaq. Ona görə ki, sən varsan. Başa düşürsən? Ardımca. Tez. Odur. Tez olun. Tez olun. Əllərini göstər. Bax belə. Nəyə görə? Nəyə görə? Ona görə ki, az qala məni öldürmüşdü. De görün boyunbağı hardadır? Onun günahı yoxdur, boyunbağını o götürməyib. Getdik. Qurtardı. Daş kimi düşdü. Şəhər kənarındakı villamda yaşayacağıq. Lap yaxşı. Qoca yaşlarımda otun üstündə dincələrəm. Bu öz işinizdir, amma bircə mənim villamda yox. Hə, bir də ki, bu da sizin qəbziniz. Gutiyeri, bu qərara necə gəldiniz? Ah, indi mənim üçün fərqi yoxdur. Atamsa borçları ilə üzləşəcək. Gedin təzə tor alın. Yuvanın ağzında qurun. Şəxsən özünüz gecə-gündüz nəzarət eləyin. Salamat qalın. Dolores villasının yeni sahibəsi. Mən mütləq onu görməliyəm. Sən bunu çox tez yadından çıxarmısan. Nə olursa olsun, mən onu görməliyəm.
Sen yine buradasan. Qapını içeriden açarla bağlayayım. Sındır kapını. Biraz kişi ol. Ha. Niye onun nazıyla oynuyorsan? Ben onu sevirəm. İt kimi onun kapısının ağzında yatırsan. Mənliksiz. Gutierre. Gutierre, qulaq asın. Bu gülməlidir. Gutierre. Ne olub? Nədir? Dəniz iblisini tutdunuz? Yox, yox. Yox. Bəs onda niyə buradasınız? Tora kim keşik çəkir? Tor yoxdur. Bəs pullar hardadır? Pullar da yoxdur. İçkiyə vermisiniz? Mən qızımı görmək istəyirəm. Onu ağzı bağlı saxlayırsınız. Pedro, siz mənim qəlbimə dəydiz. Tanrı özü bilsin, amma mən Gutierre'ni varlıq xoşbəxt görmək arzusundaydım. Qoymaram ona əzab verəsiz. O özü kimə desəz əzab verər. Rədd olun buradan. Onu rədd elə evdən. Bir də buralara buraxma. Bırak beni. Bırak dedim sana, bırak. Gutierre. Yatmısan? Qorxma, mənəm. İlahi. Mən elə bildim sən boğulmuşsan. Pedro. Pedro, onun kapısı senin için bağlıdır. Ama penceresi başkaları için açıktır. Nə? Elə fikir eləyirdim ki, elə bildim batmısan. Mən batmamışdım. Sadəcə mən suyun altında yaşaya bilirəm. Camaat mənə dəniz iblisi deyir. Amma mən insanam. Mənim atam doktor Salvator'dur. Bağışda ki, sirrimi sənə əvvəldən açmamışdım. Sağ qaldığına görə elə xoşbəxtəm ki. Bəs sən niyə başqasına ərə getdin? Mənim üçün fərqi yox idi. Dom Pedro məni köpək balığından xilas eləyib. Səni mən xilas eləmişəm. Sən? İndiyə kimi susmusan. Heç bilirsən nə eləmisən? Hələ gec deyil. İndi mən səni heç kimə vermərəm, qaçaq. Dayan. Bax belə.
Gazet okuyun. Gazet okuyun. Ay uşaq, mənə də qəzet ver. Gazet okuyun. Ay oğlan, Təzə xəbərlər. bura gel. Bunu Olsun redaksiyasına apar, yaxşı? Kaç, kaç. Təzə xəbərlər. Təzə xəbərlər. Təzə xəbərlər. Təzə xəbərlər. Ha, yaxşı, geçim. Həm də mənə mirvari yığıb gətirərsən. Mən səni burada çox saxlamaq fikrində deyiləm. Başa düş, xeyli pul xərcləmişəm. Torlar üçün, tələlər üçün. Xərclərimi kim ödəyəcək? Bir neçə qəşəng mirvari gətir, azadsan. Sən məni buraxacaqsan? Doğrudan? Caballero sözü verirəm. Alçaklar! Qırx dəqiqəyə bu qədər var dövlət. Aferin, təzədən suya cum. Axı sən söz vermişdin. Əgər mənə lazım olmasaydın, səni bax bu əllərimlə boğardım. Birbaş suya, qurbağa. Mənə nə istəyirsiniz eləyin. Bir də suya girməyəcəm. Bəs bunun dadına baxmısan? Ağlı başına gələnə qədər döyün. Sualtı qayıq. Düz üstümüzə gəlir. Kimdir bizə qonaq gələn? Ey Bosman, bu qurbağanı lövbərə bağla, sonra da dənizin dibinə salla. Bırakın onu! Bırakın onu! Sizin silahınız var? Bəs bu nədir? Bu 100 metrliyə nizə atan sualtı qarmaqlı topdur. Hə, zəifdir. Hey kapitan! Doktor Salvator'un oğlu sizin şxunadadır. Elə bu dəqiqə onu bırakın. Mən heç kimi saxlamamışam, rədd olun. 3'ə qədər sayıram. Bu özü atan topdur. Birinci mərmi sizin ləyəncəni darmadağın eləyəcək. Silahlarınızı yerə atın. 2'ye qədər sayıram. 1 2 Qayığı verin. Oğlum sizin qayıqdadır. Dedim axı, burada yad adam yoxdur. Caballero sözüdür. O buradadır. Onu levbere bağlayıblar. Deyin levberi kaldırsınlar. Əmr eləyin növbəri qaldırsınlar. Yoxsa ateş açacağıq. Hey, oradakiler. Lövbəri kaldırın.
Bu həmin qızdır? Bəli, ata. Ata, mən onsuz getməyəcəm. Kayutu açın. Onu apara bilməzsiniz, mənim arvadımdır. Biz indi heç nə edə bilmərik. Qanun bizim əleyhimizədir. Gedək. Hey, bunu da yadigar saxlayın. Biz daha burada qala bilmərik. İxtiyandırla mən getməliyik. Hara? Cənub dənizlərinə. Hər şeyi təzədən başlamaq lazım gələcək. Sualtı respublika yaratmaq o qədər də asan deyil, əziz dostum. Mənim planlarımı təsadüf alt-üst elədi. Zurita kimi fırıldaqçılardan heç kim sığortalanmayıb. Əgər Zurita olmasaydı, bir başqası olacaqdı. Sizin bacarıqlı əllərinizin heç kimə xeyir verməyəcəyini fikirləşmək adamı dəhşətə gətirir. Mən isə fikirləşirəm ki, hər şey yaxşı olacaq. Həkim, polis. Qaç. Mənə heç nə eləyə bilməzlər. Qaç. Doktor Salvator, siz həbs olunursunuz. O, ixtiyandır deyilən adam sizsiz. Siz də həbs olunursunuz. Siz kimi tutmusunuz? Salvatorla onun oğlunu. Bəs hanı onun oğlu? Bu ki reportyor ol sendi. Bəs niyə mənə demədiniz? Onsuz da mənə inanmayacaqdınız. Axı mən doktor Salvator'a çox oxşayıram. Susun. Sizin də növbəniz çatacaq. Təşəkkür edirəm. Amma mən hələ tələsmirəm. Çıxardın. Hə, möhkəm tutun. Bax belə, möhkəm. Hə, gəlin. Eybi yox. Daha canını qutara bilməyəcəksən, yaraşıqlı. Doktor Salvator'u həbs ediblər. Doktor Salvator'u həbs ediblər. Dəniz iblisi həbs olunub. Dəniz iblisi həbs olunub. Meduza qayığına quldur baskını. Pedro Zurita ittiham edir. Cənab doktor. Məni tanımadınız, cənab doktor. Yox. Mənsə sizi heç vaxt yaddan çıxarmaram. Siz mənim oğlumu xilas eləmsiz.
hə. Nə olsun ki? Carlos, doktorun yanına gelen var. Doktor, sizi burada bu şəkildə görmək mənim heç ürəyimcə deyil. Amma əgər icazə versəz, Sizə nə lazımdır? mən azadlığınızı, laboratoriyanızı, pulunuzu, şöhrətinizi sizə qaytarmaq istəyirəm. Siz? Bəli, mən. Mən sizi buradan azad eləyərəm. Sizsə doktor, yüzlərlə, minlərlə belə ixtiyandırlar yaradarsınız. Bir fikirləşin, doktor. Sizlə birgə okeanları fəth eləyərik. Biz yer üzünün ən varlı adamları olarıq, sizlə mən. Rədd ol! Sakit olun. Yadınızdan çıxarmayın ki, sizin də oğlunuzun da həyatı mənim bir kəlməmdən asılıdır. İkinizi də həbsxanada çürüdəcəklər. Əclaf. Əclaf. Nahaq əsəbləşirsiniz, doktor. Fikirləşin. Sizin başqa yolunuz yoxdur. Onlardan qorxmayın, doktor. Kömək eləyərəm, qaçarsınız. Dediniz ki, mən sizin oğlunuzu xilas eləmişəm. İndi siz də mənim oğlumu xilas eləyin. Axı necə? Bəs siz? Mən 2 nəfəri qaçırda bilmərəm. Mən qocalmışam. Harda ölməyimin mənim üçün fərqi yoxdur. Necə istəyirsiniz? Bəs şəhərdə etibarlı dostlarınız var? Var. Kimdi orada? Mənəm. Çıx get buradan ata, məni evdə gözlə. Don Pedro hələ oyaqdır. Aç. Ol seninle məktub gətirmişəm. Nə olub ata? Sabah ixtiyandırı Avstraliyaya göndərəcəm. Onunla getmək istəyirsiniz? O sen. Deməli, o həbsxanadan Avstraliyaya qaçır. Mənim arvadım da onunla birgə. Pedro, Don Pedro. Polis! Diz çöküp size yalvarırım Don Pedro. Diz çöküp. Ah, seni. Polis! Polis! Alo, alo. Polisi kim çağırıp? Cevap verin. Polisi kim çağırıp? Alo, alo. Polis. Dolores villasına gelin təcili. Mən adam öldürmüşəm. Gutierre. Kapını aç. Tez kaç. Kaç buradan. Ol senin yanına. Bəs sən ata, sən necə olacaqsan? Ben hele burada lazımam. Darvaza. Həbsxananın binası. Biz belə gedəcəyik. Maşını bax burada saxlamaq lazımdır. Aydındır.
Deməli, cənab, olsun. Düz saat 9-da. Saatlarımızı düzəldək. Cənab doktor, indi oğlunuzu gətirirəm. Onunla sağollaşa bilərsiniz. Çıxın. Ha. Ata! Ata! Onlar bu qədər vaxtı səni suda saxlayıblar? Bəli. Əclaflar. Axı onlar səni məhv eləyiblər. Məhv eləyiblər. Bağışla məni. Mən səni insanların ən xoşbəxt eləmək istəyirdim. Amma ən bədbəxt elədim. Bağışla məni. Əlvida. Bəs sən? Əlvida. Vaxtı. Buraxılış vəsiqəsi. Keçin. Dostum, darvazanı bağlama. İndi yükü boşaldıb qayıdıram. Bu nə maşındır? Mən buraxılış yazmamışam. Buyurun. Maşına qaçın. Sizi orada gözləyirlər. Vaxt itirməyin, qaçın. Bu saxtadır. Həyəcan. Olsun. Nə olub? Mən ölürəm. Yaralanmısınız? Nə olub sizə? Mən boğuluram, susuz yaşaya bilmirəm.
deyəsən aradan çıxa bildik. Ona nə olub? Ona nə olub? Deyin. O ölüb? O sağdır, amma dəhşətli bir şey olub. İxtiyandır, havada nəfəs ala bilmir. Həbsxana onu məhv eləyib. O yalnız suda yaşaya bilər. Bax, bu da son. Səni sevməyi mənə qadağan elədilər. Mənsə sevdim. Bizi ayırdılar, amma səni axtarıb tapdım. Necə də qəribədir. Amma bugün bizə heç kim mane ola bilməz. Mənsə sənlə həmişəlik vidalaşıram. Quru üçün həmişə darıxacam. Quruda da səni heç vaxt yaddan çıxarmayacaqlar. Sən öz xoşbəxtliyini tapacaqsan. Mən istəyirəm ki, sən xoşbəxt olasan. Tələsmək lazımdır. İxtiyandır. Sizə söz verirəm, atanızı xilas eləmək üçün əlimdən gələni eləyəcəm. Sağ olun. Əlvida.